Salam doktora, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz xəlbir sümüyü haqqında olacaq. Xəlbir sümüyü latınca os etmoidale adlanır. Biz bunu rəngi ilə göstərək. Os etmoidale adlanır və bu sümük kəllənin beyin və üz hissəsinin təşkilində iştirak eləyir. Xəlbir sümüyü ön və yuxarıda alın sümüyü, arxa tərəfdə əsas sümük, aşağıda xış sümüyü, fomer, osfomer, bax burada bir dənə sümük var, osfomerlə və yan tərəflərdə əng və damaq sümükləri ilə birləşir. Bunlar bizim əng sümüyümüz, damaq sümüyümüzdə burada çox balaca bir dənə bir yer var. Os palatinumla, yəni yan tərəflərdən əng və damaq sümüyü ilə birləşir. Bundan başqa xəlbir sümüyünün 4 hissəsi var. Gəlin bunu ayrıca götürək. Bir dəqiqə. Isolate. Bu bizim xəlbir sümüyümüzdür. Xəlbir sümüyünün 4 hissəsi var. Bir baxaq. Demək, birinci hissəmiz xəlbir səhvədir. Lamina criprozadır. Lamina criproza bu yaşıl rəngdə görsənən hissədir. Lamina criproza. Xəlbir səhvə. İkinci hissəmiz perpendikulyar səhvə. Lamina perpendicularis. Qırmızı rəngdə lamina perpendicularis və xəlbir labirinti labirintus etmoidalis adlanır. O da yaşıl rəngdə labirintus etmoidalis adlanır. İndi biz bu bir-bir bu hissələri ayrı-ayrı izah edəcəyik anatomiyasını, amma əbdə yenə yaxşı göstərməyib, ona görə mən bunu fotoların üstündə göstərəcəm. Deməli, xəlbir səhvə lamina criproza xəlbir sümüyünün yuxarı hissəsini təşkil edir və alın sümüyünün xəlbir oymasında yerləşir. Bu şəkil üstdən görünüşüdür və biraz arxadan. Onun yuxarı səthi kəllənin daxili əsasının ön çuxurun dibinin, aşağı səthi isə burun boşluğunun yuxarı divarının təşkilində iştirak edir. Biz kəllə boşluğunu keçəndə bunları yenə vurğulayacağıq. Xəlbir səhvənin yuxarı səthi dəliklərdən təşkil olunub, gördüyünüz kimi və bunların üzərində qoxu sinir liflərinə və ön xəlbir arteriyasinə məxsus qoxu dəlikləri, foramina criproza, yəni xəlbir dəlikləri, digər adı ilə də foramina olfaktori, yəni adından da götürüldüyü kimi təşkil olunmuşdur. Ortada isə yerləşmiş xoruz pipiyi, digər adı ilə crista galli, ön tərəfdə, yəni bu daraqdır, ön tərəfdə elə bir iki çıxıntıya bölünür, xoruz pipi qanadını ala crista gallini əmələ gətirir. Yəni nə gərək var idi bu qədər Azərbaycan dilinə də, biraz belə pitsmasına ətim tökülür. Yəni xoruz pipi qanadı, nə gərək var? Bütün dünya ölkələrində bir dəfəlik bunu latınca öyrədirlər. Çox əziyyət verirlər tələbələrə məncə, yəni biraz səslənişi də pisdir, yəni xoruz pipi qanadı falan. Nəysə, indi keçək biz perpendikulyar səhvəyə. Demək, bu da bizim perpendikulyar səhvəmiz, lamina perpendicularis. Beşbucaq şəklində də görünüşcə və xoruz pipi darağının davamı kimi aşağıda xış sümüyü ilə birləşir, burun arşı kəsməsinin təşkilində iştirak edir. Digər şəkillərdə də göstərmək istəyirəm mən bu perpendikulyar səhvəni. Baxın, perpendicular plate. Baxın, bu hissədə. Və perpendikulyar səhvənin yan səthlərində qoxu sinir liflərinə məxsus şırımlarda olur. Bu da kiçik bir bilgi. Burada da göstərək belə bir hissə. Üçüncü hissəmiz isə xəlbir labirinti, labirintus etmoidalisdir. Bunlar perpendikulyar səhvənin sağ və sol tərəfində yerləşirlər, cütdürlər. Və burada xəlbir labirinti daxilində xəlbir cibi sinus etmoidalis vardır. Onu mən morq üzərində göstərmək istəyirəm. Demək, baxın, burada biraz yaxınlaşdırım. 15 rəqəmi ilə göstəriləni görürsünüz. Bax, bu hissələr artıq bizim xəlbir cibimizdir və xəlbir cibi özü ön, orta və arxa xəlbir hücrələrindən, sellular etmoidalisdən təşkil olunmuşdur. İndi biz burada digər şəkildə balıq qulaqları və burun keçəcəklərindən danışacağıq. Xəlbir labirintinin içəri səthi perpendikulyar səthdən dar yarıqdan ayrılır və üzərində yuxarı burun balıq qulağı. Baxın, concha nasalis superior yerləşir
və ondan başqa orta burun balqları, concha nasalis media, baxın, və bəzən də ən yuxarı burun balqları, concha nasalis suprema yerləşir. Bu balıq qulaqlarının yuxarı kənarı labirintin içəri divarına birləşir, aşağı kənarı isə burun boşluğuna baxır. Bundan başqa biz nəyə göstərə bilərik? Burun keçəcəklərini göstərmək istəyirəm. Hanı o şəkil? Bir dənə, bu şəkildə. Əsas bizim bu şəklimizdir. Radiologiya branşında da bu hissələr çox önəmlidir. Demək, biz nədən danışırdıq? Keçəcəklərdən indi danışacağıq. Burun boşluğunun deməli, yuxarı və orta burun balqlaqları arasında qalan hissəsi yuxarı burun keçəcəyi meatus nasi superior adlanır. Deməli, bir də təkrarlayıram. Burun boşluğunun yuxarı və orta burun balqları arasında qalan hissəsi yuxarı burun keçəcəyi meatus nasi superior adlanır. Bax, bu hissə. Ondan başqa, orta burun balqulağı ilə aşağı burun balqulağı arasında isə orta burun keçəcəyi meatus nasi medius yerləşir. Bax, bu hissə. İndi keçək o bir hissələrə. Demək, orta burun balqulaqlarının arxa ucu qarmağa bənzər çıxıntı processus unguinatus ilə qurtarır. Və xəlbir labirintinin arxa hücrələrindən biri böyüyərək xəlbir qovuqcuğunu əmələ gətirir. Bulbo etmoidalis adlanır bu da. Bulbo etmoidalis ilə processus unguinatus arasında aypara deşik olur. Ona hiatus semilunaris deyirlər. Və o da xəlbir qıfı infundibulumdan bitir. Mən bu hiatus semilunaris aypara deşiyi mən göstərmək istəyirəm yerini. Baxın, aypara deşiyi görürsünüz, hiatus semilunarisdir bura. Həmin bu xəlbir qıfı vasitəsilə orta burun keçəcəyi meatus nasi medius keçir alın cibinə. Yəni, xəlbir qıfı vasitəsilə orta burun keçəcəyi alın cibi ilə birləşir. Meatus nasi medius sinus frontalis ilə birləşir. Bu da nə ilə? Xəlbir qıfı vasitəsilə olur. Bundan başqa bir də burada bizim bir dənə səthimiz var. Xəlbir labirintinin bayır səthi göz yuvasının içəri tərəfini divarının təşkilində iştirak edir və göz yuvası səhifəsi lamina orbitalis ilə örtülmüşdür. Yəni, latıncası da belə adlanır. Xəlbir sümüyümüzdən bu qədər.